Hazırda Bakı vaxtı ilə saat gecə 1-dir və biz futbol üzrə Azərbaycan yığması üzvləri ilə birgə Astanadan Bakı şəhərinə uçuruq. Halbuki bu məğlubiyyətdən sonra komandamız hava nəqliyyatından yox, yeraltı nəqliyyat vasitəsindən istifadə etsəydi daha məqsədə uyğun olardı. Məğlubiyyət eniş deməkdir. Uduzmaqdan sonra uçmağın keyfini çıxaran futbolçularımız bir o qədər pəjmürdə görünmürdü. Uçmağın belə bir mənası var da. Biri var qələbə çalıb uçasan sevincindən. Bir də var məğlubiyyətdən sonra uçasan. Məğlubiyyətdən sonra uçmaq biraz qəribə gəldi. O ki qaldı biraz belə, yəni biz olan olub keçən keçib, düzdür olmamalıydı. Heç olmasa utanırsınızmı? Yox, niyə utanc versin olsa da futboldur. Buradan futbolçusa utanc verəcək heç bir şey gedə bilməz. Yəni futboldur, bir udar, bir uduzar. Yəni şanslarımız da orada alınmadı. Amma olan iki dənə şans oldu, momentlərdən istifadə elədi, gol vurdular. Onlar utanmır. Atalar misalına görə utanmasan oynamaq asandır. Amma biz utanmayanda da oynaya bilmirik. Yaxşı, daha sizi narahat etməyəcəm. Rahat-rahat yatın. Ayın 7-si Bakıda almanları qəbul edəcəyik. Dincəlin ki, onları da narazı salmayaq.